Gəldi yaz ayları, bülbül gülə naz eləyir, aşıq əhliman gözəl deyib. Mən də deyirəm, yenə gəldi yaz ayları, bülbül gülə naz eləyir. Mikail onda haqsız olar ki, əgər desə ki, Beyləqan ailəvi restoranından Natiq də, Seymur da yeməkləri az eləyir. Az eləmirlər axı. Burada kök kabablara bax, ləziz təamlara bax. Ay Rəhlə xanım, sabahınız xeyir olsun. Bizim kətəmiz olacaq, qutabımız olacaq, ləziz təamlar olacaq. Sabahınız xeyir olsun dəyərli tamaşaçılar. Günaydın Azərbaycan deməyə gəldim mən Mikail Güləddinoğlu. Təbii ki, gördüyünüz kimi bir tərəfdə Natiq, o biri tərəfdə Seymur, İlkin, Rayla xanım və təbii ki, dəyərli qonaqlarımız. Hər həftənin sonu şənbə və bazar günü olduğu kimi bu həftənin bazar günü də ARB-də olun. Ekrana daha yaxın əyləşin və qaynar xəttimiz də bu andan etibarən aktivdir. 050-502-01-30 nömrəsinə siz bu andan etibarən yazacaqsınız ürək sözlərinizi. Özəl günlər münasibəti ilə mən Mikail da o SMS-ləri bacardığım qədər səsləndirəcəm. Qonaqlarımız kimlər var, kimlər az sonra dəvət eləyəcəm, elə gələcəklər burada. Günəşli, biraz da küləkli yaz havasında salamlayacaqlar siz dəyərli tamaşaçılarımızı. Kamran, mən rica mikrofonu təqdim edəyim, çünki mikrofondan bol ola, eşq olsun deyirəm. Gözəldir. Hə, sabahınız, sən yaxa mikrofonun var da. Natiq, bu səndə qalsın, amma çalışdırma, hə, unutma. Sabahı xeyir. Sabahınız xeyir olsun, xoş gördük. Bütün Günaydın Azərbaycan verilişini izləyən tamaşaçıların hamısını salamlayıram. Hər şey əladır. Hər şey gözəldir. Süfrə də əla. Bəli.